Musk'ın əsas məqsədi nədir? Elon Musk'ın həyatdakı əsas məqsədi insanlığın uzun müddətli sağ qalmasını təmin etməkdir. O dəfələrlə bildirib ki, yer planeti müxtəlif risklərlə üz-üzədir. İqlim dəyişikliyi, nüvə müharibəsi, pandemiyalar və süni intellekt təhlükələri. Musk hesab edir ki, insanlıq yalnız bir planetə bağlı qalmamalıdır. Onun fikrincə çox planetli bir sivilizasiya qurmaq insan növünün davamlılığı üçün vacibdir. Kosmosa getməkdə məqsədi. Elon Musk 2002-ci ildə SpaceX şirkətini qurdu. Bu şirkətin əsas məqsədi kosmos uçuşlarını ucuzlaşdırmaq və Marsa insan göndərməkdir. Musk Mars'ı insanlıq üçün ehtiyat planet kimi görür. Onun fikrincə, yer üzündə hər hansı böyük fəlakət baş verərsə,